Hər birinizi xoş gördük. Bugün mən sizə Instagramda şəkil üzərindən öz linkimizi necə yerləşdirəcəyik onu göstərəcəm. Deməli, Chrome-a giririk. Fabirlik nöqtə. Baxın, burada com saytına yazıb Chrome-a daxil oluruq. Burada Chrome-da biz öz kod parolumuzu yazırıq. Misal üçün, mən öz kod parolumu yazıram. Avtomatikdədir adım. Və burada yenilənmə verirəm. Deməli, burada şəxsi məlumatlar bölməsi var. Şəxsi məlumatlar. Şəxsi məlumatlar bölməsinə keçirik. Deməli, burada görürsünüz referral link. Bura daxil oluruq və görürsünüz burada nə yazır? Strukturuma sərbəst qeydiyyat üçün link. Baxın, bu bizim öz şəxsi linkimizdir. Yəni, bunu da götürüb buradan paylaşa bilərsiniz. Mən bunu buradan kopyalayıram və keçirəm, deməli, şəklimi götürürəm. Bax, bu şəkildir. Misal üçün, Instagrama keçirəm story bölməsinə və bunu burada yığıram və sonra keçirəm bura. Yuxarıda, bura keçəndən sonra, deməli, burada göstərir ki, ссылка. Baxın, mən sizə burada yenə də göstərim. Bax, görürsünüz, ссылка yazır. Həmən bu ссылkanın üzərinə vurursunuz. Mən də burada gördüyünüz linkimi vставить elədim. Vəssalam, bu qədər. Baxın burada. Öz şəxsi kabinetinizdən öz linkinizi beləcə götürüb, öz statusunuzda paylaşa bilərsiniz, tanışlara, ətrafınızda verib paylaşdıra bilərsiniz. Buradan birbaşa sizin şəxsi kabinetdən, yəni kim istəsə öz üstünüzdən qeydiyyatdan keçə bilər. Və bunu mən story bölməmdə paylaşıram. Story bölməmdə paylaşdım. Deməli, paylaşıram və daxil oluram. Görür, bir də tam yerləşsin. Aha, tam yerləşdim. Və burada linkin üstünə vururam. Görürsünüz, linkin üstünə vurdum. Sizə göstərim. Və belə bir səhifə açıldı. Gördünüzmü? Və burada artıq, məsələn, şəhərin adını qeyd edirsiniz. Ad, soyad, kim qeydiyyatdan keçəcəksə. Vəssalam. Qeydiyyatdan keçirsiniz, hamısının xanaları doldurursunuz və qeydiyyatdan keçməyə vurursunuz. Bu qədər. Kod sizə gəlir. Vəssalam, sifarişlərinizi yerləşdirə bilirsiniz.